Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Mən bugün Xatay Sənət Mərkəzinə gəlmişəm. Burada mən 2 dənə rəsmim var. Balaca rəsmdir, natürmort. Onlara çərçivə seçəcəm, sifariş edəcəm. Gəlin bir yerdə baxaq burada nə var. Özüm birinci dəfədir buradayım. Bura Xatay rəssamlıq mərkəzidir. Mən özüm də birinci dəfə bura gəlirəm. Çox qəşəngdir. Sizə istəyirəm bunları göstərim. Burada xalçalar da var. Yəqin ki bunlar hamısı satılır. Baxın nə gözəl şəkillər var. İstəyirəm sizə bunu, yəni ki hər yanı göstərim, ətraflı göstərim. Mən kanalımın izləyiciləri bilir, daimi izləyicilər ki, mən oktyabr ayında Peterburqa getmişdim. İş səfəri və oradan 2 dənə şəkil almışdım Ermitajdan. Onları təsəvvür edin ki, vaxt tapıb aprel ayıdır. İndi vaxtım olub ki, gəlim və onları çərçivəliyim. 2 dənə natürmortdur, sizə göstərəcəm. Onları mətbəxdən asmaq istəyirəm. Sabaha hazır olacaq. Yəni sabahda gələndə artıq hazır sizə çəkib çərçivəli göstərərəm. Belə tarelkalar var. Buranın ikinci mərtəbəsində də qaleriyadır. İndi vaxtım çox yoxdur. İşə qayıdıram. Sabah yəqin ki qaleriyada çıxmaq olursa çıxıb sizə göstərərəm. Azərbaycan xalçasıdır. Yəni Azərbaycan xalçasının risunkasıdır. Azərbaycan xalçası. Burada da rəssamlıq üçün, rəssamlar üçün hər şey var. Görürsünüz. Fırçalar hər formada. Rəssamlar bilir bunlar hamısı nə üçün lazımdır. Qələmlər. Hər bir santimetrini istifadə ediblər. O qədər çox burada əşya var. Burada albomlardır. Boyalar. Bir de o İngilizce'de kol var ya. Kol yani 18 adet olan var. Orada da 60 adet var. Yoksa Burada boyalar. Bakın ne kadar burada boya var. İzləyicilərim arasında rəssamlar varsa yəqin ki onlar bu yeri tanıyır. Orada da çərçivələri hazırlayırlar. Ben de orada seçtim. Sade çox çərçivə seçdim. Şüşəsiz. Çünki mənim rəsmlərim katanın üzərindədir. Məsləhət gördülər ki, şüşəsiz olsun.
Hər ölçüdə də boya var. Burada foto ramaları da var. Şu qiymətləri sizə göstərim. 3 manat, 3.50, 15 manat. Bu da ramalardır. Buradan seçmişəm. Çox sadə bir rama seçdim. Sabah hazır olanda sizə göstərəcəm. Burada da iş prosesi gelir baxın. Cəmaət seçir. İndi artıq gedirəm. Buranı da sizə göstərim. Bu çok güzel resimli bakın. Almalar, natürmort çok xoşlayıram. Bir də məsələn bu beləncə dəniz mənzərələri də xoşlayıram. Evlər, dəniz. Burada da çok yani ki ben bilmirdim. Yani buradan da gəlib almaq olar ev için. Flamingolar da var mənim. Flamingoları çok sevirəm. Və bu hətta bilirsiniz material məxmərdir bu. Yəni katan deyil, yəni kağız deyil, məxmərdir. Yaxından göstərim sizə baxın. Görsənicə yoxsa yox, yəni məxmərdir. Bunlar hamısı belə bir materialın üzərindədir, məxmər kimi yumuşaq. Görürsünüz nə qədər rama var. Katandır yəqin, yoxsa kağızdır, yox kağızdır. Yəqin upakovka eləmək üçün də upakovka kağızıdır. Çox gözəl rəsmlər var. Sabah biraz da çəkərəm sizə. Nə gözəldir. Bunun qiyməti var 80 manat. Boyadır da bu. Bu 65 manat. Yazılı üstünde. Bu da 65. Yəni təxmini gəlib buradan almaq istəsəz, evinizi bəzəmək istəsəz, təxmini qiymətləri bilin. Bu 170 manatdır. Bu da. Bu sarı lazım. Yol. Belə izləyicilərim. Mən buradan gedirəm. Burada yuxarıda da baxın, qaleriyadır. Rəssamlar yəqin burada öz rəsmlərini nümayiş etdirir. Bugün ona vaxtım yoxdur. Sabah inşallah çəkərəm sizin üçün. Buranı göstərim. Bax orada İbis oteldir. Bura Xataydır. Xatay metrosunun yanıdır. Bu Xocalı soyqırımının heykəlidir. Və bax burada da baxın irəlidə metrodur. Burada da çox qəşəng parkdır. Qəşəng ağaclar var. Burada baxın nə gözəl ağacdır. Çox maraqlı ağacdır. Mən bu parkdan keçmişəm, amma bu ağaca fikir verməmişəm. Xatay da çox dəyişib, çox evlər burada tikilib, hələ də tikilir. Elə görün nə qədər yəni yerlər var, buralarda da tikiləcək binalar. Çox binalar tikilib burada. Burada qəşəng belə Azərbaycan dilində bunun adı söhbətgah. Bakın burada xanımlar oturub dincəlir. Yəni çox yaxşı fikirləşiblər. Yəni skamyalardan əlavə. Yəni elə bir yerdə biz öyrəşmişik, besetka deyirik. Amma Azərbaycan dilində
söhbətgah. Mən metro ilə gəldim Nərimanovdan ki tez olsun. Tez qayıdım işə. Sabahları vaxtım olar inşallah yuxarında çəkərəm qaleriyanı və sonra montaj edib sizə təqdim edərəm. Bir daha salam dostlar. Kanalıma xoş gəlmişsiniz. Bu günləri mən rəsmləri vermişdim çərçivə etməyə. Onlar gəlmişəm götürməyə. Dünən gəlməli idim. Sadəcə olaraq vaxtım olmadı. Bugün bazar günüdür. Bura Xatay metrosudur. Və inşallah ki bazar günü işləyirlər. Gedəyim. Bugün sizə söz vermişdim ki ikinci dəfə gələndə bura qaleriyanı da çəkim. Gedəyim çəkək və görək şəkilləri necə alınır. Bura dediyim kimi söhbətgahdır. Maraqlı sözdür. Siz də yeni Azərbaycan sözləri bilirsinizsə maraqlı yazın. Məsələn bu sözü bilirdiniz. Söhbətgah sözünü. Size gösterim burada neler var. Bakın beyler için klasik kostümlerdi. Mario Russo. Bura Xocalı soyqurumuna həsr olunmuş heykeldi. Bakın anadır. Kucağında da balası. Allah rəhmət eləsin. Bütün şəhidlərimizin önündə ehtiramla baş əyirəm. Allah onlara qəni-qəni rəhmət eləsin. Görün nə qədər adam, yəni dinc, sakin həlak olub. Vay vay, oxuyanda adam ağlamağı tutur. Bir dəfə kanal üçün mən bunu çəkmişdim. Yazılıb ki, diri-diri yandırılanlar. Görün nə əzab çəkiblər də. Allah lənət eləsin bunu törədənlərə. Heykelden yolu keçtim ve burada artık görürsünüz pilləkənli girişi var. Şimdi sizinle galeriyaya da bakacağız. Buradaki evlere de bakaq. Bakın ne kadar evler tikilib burada. Ağşəhər bura çok yaxındır. Kanalda bir de video var mən buradan. Ağşəhərə piyada getmişdim, çəkmişdim yolu. Burada dostlar baxın. Uşaqlar ki açıqdır amma qaranlıqdır. Deyəsən, vay 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 işləmir. Bugün vaxtım vardı, gəldim. Baxın iş vaxtı saat 10-dan 7-yə kimi, istirahət günü bazar. Və içi də işıq yoxdur. Neyniyək? Bir de gələsi olacaq. Dünən gələ bilmədim və mənə heç demədilər. Gərək soruşardım ki, birdən gələ bilməsəm bazar günü gələ bilərəm. Mənim elə bir ki işdə müəyyən bir istirahət günüm yoxdur, özüm təyin edirəm. Ona görə mən bazar günü də işdəydim və işdən indi çıxmışam. Saat 4'dür. Və görürsünüz, belə alındı. Yenə gələrəm. Hava da biraz küləkdir, sərindi. Fikirləşirəm metroya qayıdım, yoxsa biraz gəzim gedim, yenə Ağşəhərdə biraz gəzim. Marağı nəsə olsa belə bu videoda vstavka eləyim ya da yeni video üçün çəkim. Və sonra artıq marşrutla qayıdaram. Hələ ki gedirəm. Qəşəng küləkdir, sərindi hava.
ora bulvar tərəfdir. Mən isə belə keçib gedəcəm Ağşəhərə buradan. Burada bir dənə bu bina qalıb, köhnə bina. Həyəti qalıb, baxın. Köhnə həyətdir. Gəlin bir yerdə baxaq. Sakitcə görək. Xoşlayıram belə həyətləri. Maraqlıdır ki, bu bina qalacaq, yoxsa yox. Belə evlərdir. Burada hasarlanıb hamısı. Tezə binalar tikilir. Gəlin geri dönək. Burada nəysə, ya kafedir, ya restorandır. Gəlin bir yerdə baxaq. Nədir burada? İş rejimi yazılıb. Kafedir deyəsən. Çörək ağacı. Булочная. İçində bugün bazar günü cemaat var. Baxın, İzzət Orucova küçəsidir və burada hərbi hissənin komandiri polkovnik leytenant Əhmədov Süleyman Rəhimov döyüşlərdə şəhid olub. Allah rəhmət eləsin. İndi qəşəng iyi gəldi. Buradan kofe iyi. İstəyirəm dönüm kofe içim mi, içmeyeyim mi? Ağşəhərdə bir neçə yer var idi ki, xoşum gəlirdi. Onlar da əvvəl yaxşı olur, sonradan korlanırlar. Bu binanın altında belə bir yer var arendaya. Kiməsə maraqlıdırsa. Burada Amerika nömrəsi də var, baxın. Azərbaycan nömrəsi də var. Yəqin buranın sahibi Amerikada bəlkə yaşayır. Belə bir yerdir. Böyük yerdir. İçəriyə də var. 200 kvadrat. Burada binanın altında baxaq nələr var. Müzik galeri var burada. Güclənir. Telefonu alır əlimdən. Burada delikates yazılıb, maraqlıdır. İtalya kofesi təklif edirlər. Burada da delikateslardır. Vaxtım yoxdur içəri keçməyə. Maraqlı olardı, amma girib baxmaq. İnşallah gələn dəfə. Kaspilitsa'yı. Dostlar, Ağşəhərə çatdım. Külək güclənib, toz qalxıb. Yəqin ki, mən də çox gəzməyəcəm. Və mövzudan kənara da çıxmaq o qədər istəmirəm. Çünki vlog artıq qarışıq vlog olur. Yəni vlog İncəsənət Mərkəzi ilə başladım. Çox qarışıq olmasın. Oradan yenə davam edərəm. Dostlar, buyurun mənim rəsmlərim. Baxın, xoşunuza gəlir. Belə upakovka eləyiblər. Arxasına belə karton vurublar. Və rəsmimin adı baxın. Bunu da çıxartıblar, arxasına bura vurublar. Çox gözəl. Qəşəng görsənir, baxın. Ramka seçdiyim ramka sadə. Və belə bir rəsmim. Necədir? Güzel. Böyle podstavka tapdım. Bir resim. Natürmort. Almalar ve güller adlanır.
Mənə paket də veriblər, indi paketə qoyacağım. Birisini də tam sizə göstərim qəşəng. Üzüm. Çok qəşəngdir. Onda beləncə eyni seçdim. Sadə. Çok qəşəngdir. Baxın, burada katanlar var. Üzerinde çekmək üçün ağ katandır və krem rəngində. Və gedirik sizlə söz verdiyim kimi qalereyaya baxmağa. Buranı göstermiştim, artık ona göre çekmirəm ikinci dəfə. Güzel resimler var. Lift var, ama biz sizlə gəlin ayaqla qalxaq. Buradaki güzelliklere baxaq. Güzel. Burada adıyla qeyd olunub və nömrələnib. Qiymətlər burada artıq yoxdur. Yəqin ki, burada da satılır bu resimler. Çok qəşəng burada böyük resimler var. Uşaqlar çekip bunları. Ne kadar resimler var burada. Çıkmaması resminde. Bu da köyüne Bakı tramvay var. Görürsünüz, qiymətləri eşidirsiniz də 250 manatdan başlayır. 10.000'ə kimi də rəsm var. Bu işte samimi tahtalarında alırken Üzərlərində qiymət yoxdur, ama sadəcə nömrələnib. Например, bak bu var ya bu. Roza. Yani esas benim rozalar var. Yani bu aşağı o üstteki en çok. Svetli tonlar, svetli. Pardon, kırmızı istemem. Bu roza.
1, 2, 3, 4. Hamısını görəsən, hərəsi 1200'e. Adı Əbülfəz Bey. Yoxsa rəssamı Əbülfəz Bey. Ne? Əbülfəz Bey. Altı tane lazım da ne? Bak Burada da həmin rəssamı şöyle. Əbülfəz Bey. Sonra deyir orada da var. Həmin rəssamı. Resmi çekirler. Burada dərslər də aparılır, salam. Dərs uşaqlar üçün. Ne cür keçirilir? Mən YouTube üçün çəkirəm, video istəsəz deyə bilərsiniz. Siz özünüz tələbəsiz yoxsa? Mən tələbəyəm, Hə, mən Röya müəlliməm. Ha, başa düşdüm. Müəllimə gəlin gedib uşaqlara gedir. Ha, başa düşdüm. Çox sağ ol. Gündüz müəllim də var, o Röya uşaqlara dərs keçir. Ha, başa düşdüm. Burada dərslər də keçirilir. İndi müəllim tezi gəlib. Mən də soruşaram sizin üçün dərslərdə. Bəlkə burada yaxında yaşayan izləyicilərim varsa. Maraqlanıb bəlkə uşaqlarını gətirmək istəyərlər. Oyunları elə çəkiblər ki, bilmirəm videoda görsənir yox. Yəni ki, hiss olunur, elə bilsən ki, yəni diridirlər. Demək, müəllimdən soruşdum, müəllimədən deyir ki, həftədə 2 dəfə, ayda 8 dərs 50 manatdır. Dərslər həftənin 5 günü keçirilir. Saat 2-dən sonra, 6-cı gün 12-dən sonra. Belə kim istəsə, buranın indi nömrələrini də tapsam yerləşdirərəm, soruşarsınız. Bura yuxarıda var, bilmirəm artıq. Oraya yəqin ki çıxmayacağım. Sağ olun dostlar. Belə istədim sizin üçün maraqlı bir video olsun. Baxın dostlar, nömrələr burada var. Kim istəsə maraqlanın.